Salamlar. Yeni güne yeni vlogla başladık ama bu formada başladık. Diyeceksiniz ki bu nedir bu kadar? Bu asoba hazırlanan çaydır. Bakın. Bu çayı dəmlədim. Deməli bu çayda bütün bitkilər var. Nane, reyhan, biçimli, istiyor, qaradalı saçağı, it burnudur, vişne çubuğudur vesaire 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 çok şey var. Evdə ne Allah yetirdi, bütün bitkilərdən hazırlamışam və qəşəngcənə dəmlədim. Baxın, belə bir çaynikdə. Bunu normal dəm kimi dəmləyirsən, biraz əlavə saxlayırsan normal dəmlə ki, bütün hamısı rənglər üstünə, yəni dadları qarışsın deyə də. Çox qəşəng çaydır. Soyuq dəymənin dərmanıdır, xəstəliyin dərmanıdır. Sizə də məsləhət görürəm. Narahat olan zamanda bunu dəmləyin. İstəsəz reseptini açıq şəkildə sizinlə paylaşa bilərəm. Nələr qatdım. Mənim saydığım az idi. Əslində ondan daha çox şeylər qatmışam içinə. Hangi dolma? Canım dolmasın. Hara gelsin? Cəmaatın ürəyi partladı. Dolmasın. Salamlaş. Salam. Selam. Dolmasın pişirirsin. Qarışıq da həm orada kələm var. Biraz da kələm. Qalanı yarpaq dolması. Deməli qızlar, burada aləm qatmışdım bu günləri bir-birinə. Dedim nə qədər biraz özümü toparlamışam. Ürəyim partlayırdı ki, buralarım, kuxnalım pis günə qalıb. Bir dənə aspiratorum bu setka hissəsini dərmanım qutarıb deyə onu eləyə bilmədim. Dərman alım ondan sonra nədir bunun adı? Yadımdan çıxdı. Mikrofornovka, yəni mikrodalğanın içini, çölünü, hər tərəf təmizlədim. Buraları bütün dərmanladım. Qazın içinin kağızını dəyişdim. Deməli folqasını sildim, təmizlədim. Aspiratoru təmizləmişəm. Sadəcə olaraq setkasını dərmanım qutarıb və bura bir eşolon qabla dolu idi. Həddən artıq. Yəni burada belə dağ idi da hamısı. Onları bəzilərini yudum, yığışdırdım. Bəzilərini də yudum, qoydum suyu çəkilsin. Və indi nə edəcəm? Burada hazırlamışam yumurta, ədviyyatlı yumurta. Hazırlamışam və burada dəsmallarımı xlora qoymuşam. Çaydanımı sürtəcəm. Bir dənə çaydanları sürtməmişəm. Onları da sürtəcəm inşallah. Hadi başladıq. Deməli çörəkləri belə nazik-nazik doğramışam və 4 dənə yumurta qaba vurmuşam. Ədviyyatlarla qarışdırmışam. İndi isə yumurta bişirirəm. Yumurta çörək. Uşaq vaxtı uşaqlar buna, qızlarım buna yumurta qoğalı deyirdilər. Yox, yumurta qoğalı. Kızlar burada da şey pişir, dolma pişir. Zeynep bayaqlar dedi zaten. Dolma pişir. Altta 3-4 tane kələmim var idi. 3-4 ədəddir. Qalanı yarpaqdır. Uşaqlar üçün pişirirəm. Və tavamı qoydum. Bu da tava niyə belə tünd düşür bilmirəm. Əslində elə deyil. Qoydum yağ olsun və başlayaq yumurtaya. Belə. Bunun bir tanış qız var idi. Deyirdi ki, bəs mən yumurta çörək bişirəndə şey eləmirəm, yağ vurmuram. Deyirəm, sən yağsız o yumurta çörəyi necə edirsən? Ağ yumurta çörək yağlı olur. Yəni yağda hazırlanır da, yağda bişməlidir. Vallahi nə bilim. Hərə bir cür edir deyə. İndi bu nəhayət. Bir əlimdə çəkiliş, bir əlimdə bunu eləyirəm deyə. Artıqlarını tökürəm. Qızlar heç də yəni simiclik eləməm. Sadəcə artıqlardır. Hər neysə. Biraz bişirim, gəlirim.
Biraz qalındı deyə bunu çevirirəm. Biraz da yağ töküm. Hazırlayayım. Burada da bunları koymuşam. İşte çörəklər. Bu köhnə çörəkdir. Dünənin çörəyidir. Dedim elə bunu belə sərf eləyim. Yəni heyif olmasın da belə bir şey eləyim. Çörəyə heyfim gəlir. Kənara qoymağı xoşlamıram. Çörəyə yəni yeməyi tərcih edərəm. Deməli qızlar, bu da Yağmurun 9 may hədiyəsidir. Sinif yoldaşına Oğlanlar Bayramı münasibətilə. Deməli bir dənə belə bloknot aldıq. Çox qəşəng bloknotdur. İstəsəz açıb göstərə bilərəm sizə. Möhtəşəmdir də həqiqətən də. Yəni mən bu bloknota bayıldım. O qədər yumşaqdır. Üz qabığını görürsünüz. Super. Yine bunları keçirəcəm yerinə. Son belə bir futbol və sədaqət meydanının əbədi əfsanələr. Bunlar da futbollar haqqında məlumatlardır, komandalar yəqin. Bir də belə bir Fenerbahçe. Çünki oğlumuz, yəni Yağmurun sinif yoldaşı, Ədalət balamız Fenerbahçelidir. Bu necə eləyirlər belə? Oy! Hər nəysə. Fenerbahçe topu aldı və belə bir pakovkası ilə indi bunları yerləşdirək. Akuratlı. Sağdan, soldan gözəlliklər yaradaq və bunu da yerinə yerləşdirək. İnşallah ki, mən bunun klonkunu çırpmaram. Bloknot o qədər xoşuma gəldi. Çox gözəl, çox yumuşaq bloknotdur. Əsasda o üz qabıqları yumuşaq olanda çox sevirəm. И все. Bu da belə. Bunu da buradan qoyaq. Все. Deməli, Vəli hər bazarlığımızda çöl heyvanları üçün, it və pişiklər üçün yemlər alır və öz üzərində hərəkətli saxlayır və gəzdirir. Belə yiyəsiz heyvanlar olanda onlara veririk yeməkləri. Yunuş eləsinlər, halal xoşları olsun. Qızlar, deməli, gecə saat 2-yə qalır. Səhv etmirəmsə. Yağmurla hələ biz saldayıq. Otağa keçmərik ki, Zeynəb biraz düzəlib. Zeynəbi göndərmişim otağa. Yağmurla biz qızdırması bu günə 39-40 qızdırma, hətta 40 plus da ola bilərdi. Daha qalxdan o tərəfə baxmadım, ürəyim partlayırdı. Ayağına limon elədim. Çorabını limonlu suya batırdım. Daha limonu sıxdım, çorabın üstüne giyindirdim ayağına. Alnına soyuq dəsmal, yəni soyuq suya salınmış dəsmal koydum, qızdırmasını saldım. İndi baxıram görüm qızdırması var ya yox. İndi isə baxın. Bunları görürsünüz ya yox. Bütün tərdir, bütün tərdir. Yine tərini dəyişəcəm Yağmurun. İnansı yazıq uşaq bu günləri bu divandan ki qalxa bilmədi ayağa. Gör saat neçədir, mən hələ oyağam. Dünən səhərə qədər saat neçə, axırıncı baxdığım saat 3 neçə idi, yəni 4-ə qalırdı. Yəni ondan sonra xəbərim yoxdur. Yoxlayıb qalmışam, yatmışam. Televizorda açıq qoymuşdum. Vəli gəlib televizor söndürüb. Dünənlər Zeynəb də yanımdaydı. Bir sağımda, bir solumda. Bu gün Zeynəbi göndərmişim Yağmurla. İndi Yağmurun əynini dəyişim, tərini dəyişim. Ondan sonra Allahın köməkliyi ilə, izni ilə səhərimizi xeyirlə açarıq. Bu arada Yağmura tərafli verdim. Tərəsin deyə yaxşıca. Yemək də yeməmişdi gün ərzində. Cəmi 4 dənə dolma, yarpaq dolması pişirdim ki, bilirəm xoşlayır Yağmur. Zeynəb də xoşlayandı. Dolma pişirdim. Cəmi 4 ədəd balaca belə. Bu boyda belə yarpaq dolmasına boyda olur. Onu yedi. Всё. Heç nə də yeməyib bu uşaq. Onu da yedirdim ki, tərəməli belə tərafli verəcəm, paraşok verəcəm. Haldan hala salmasın, bədəni tərləyəcək, çox zəifləməsin deyə. Hər nəysə qızlar, bunun əynini dəyişim.
Can ölərəm. Pomidor idi balam. Bu gün inansan o kadar dua eləmişəm. Balamla dua eləyim. Çox xahiş edirəm. Bir maşallah da yazın. Hər dəfə baxanda mən balalarıma maşallah yazın. İnanırsınız. Bu bəyaqları canlı da nə qədər sağ olsunlar. Dua edenler oldu. Oh ölərəm. Can. Baxın necə tərif olam. Kızlar sabahınız xeyir olsun. Və buna görə necə doldu. Səhərə qədər yağmurun qızdırmasını salmağa çalışmışam. Və bir maşında paltar çıxdı. Ne koştum maşını, paltarlar yuyulsun, geçin digər işlərimə. Deməli kızlar paltarları yudu. Burada uşaqların paltarları, köynəkləri, şalvarları, bir də Yağmurun belə bir köhnə sunkası var idi. Bunu da köhnə sunkası mən işlədirəm, harası yola falan, rayon uzaq bir səfər kimi gedəndə bunu istifadə edirəm. Bunu da yudum, çünki rayona gedəndə bunu aparmışdım. Yine aparım sərim. Dalşı görək başımıza neler gəlir. Çekme. Ben yatakxana açmışam burada. Bir ədəd öskürən, askıran, hər şey eləyən Zeynəb. Ədəd işin evdən qaçdı Yağmur. Zəzi qurtdalama. Neye bakıram bak? Nəyə baxırsan? Xodunu al ona. Mor nə tərsən? Mami kraliçe. Ay. Ne yiyirsən? Böyle çek. Çəkirəm də imkan ver. Qolun soruşur. Sən nə tərsən? Ben Ya. yaşayamam mısın? Yaxşı pısan Özgürüm nə? pöhbe olurum. Pöhö. Mən sənə dedim axı pöhö olma. Az yaxşı. Az yaxşı artist. Bundan, fayda her şey bundan geçirir bana. Ya. Yazık Hastalığı da sana. kızdırmaz hatta bundan geçmişti. Özgüreydi bunun. Əslində məndən keçməmişdi. Sizin canınızda var idi. Məndən sonra Benim başladı. camda yok idi. Siz ikiniz bana geçirdiniz. Xeyr. Sənin Ben canında da sizden var bir idi. hafta sonra başlamışım. Hadi. Məndən sonra 3 gün Saymayı sonra bilmirəm. Zeynəb başlayıb. Zeynəbdən də 3 gün sonra sən başlamısan. Senden bir hafta sonrası oldu. Hə də elə də. Biz orada ücə tutmuşuq, belə gəlib çıxmışıq. Deməli rayonda xəstələndik, xəbərimiz yoxdur. Virus bizi tutub, xəbərimiz yoxdur. Bir. Atlıya, tullana. Yəni hamımıza tullana o xəstəlik gəzir. Nəysə qızlar, axşamdır. İşək çəkiyə. Ya koydurum. Hə, bəyaqları yaddaşda oldu deyə. Zəzə açkini elə qoyma demişəm dəfələr. Başımla yukarı Saat indi hal-hazırda neçədir Yağmur? 10 olar. Ben ne bileyim, ben salda. Bəs kim bilir? Ayaktan da saat bir tane saate bakıp kurtarabilmedim. Nə var mı? İmkan vermirsən ki. Nəysə saat 10-a qalır, 25 dəqiqə. Burada biz yataqxana açmışdıq, bu divanı açmışdıq və hamı bu divana hücum çəkmişdi. İndi Zeynəbi dünəndən atmışıq öz yerinə, yer öz yerinə. İndi gəl burada uzanım ki, mən burada yatacağam. Xeyr, burada yatmayacağam. Hər nəysə. Bağlar koptu. Deməli qızlar, Bu da olan koftası. İnşallah ki bugün Yağmur da yaxşı olar, Zeynəb də daha yaxşı olar. Bir dənə öskürək qalıb, öskürək dərmanı içəcəklər. Bugün getmişəm, antibiotik almışam ki antibiotik içsin. Dünənləri antibiotikimiz qurtarmışdı, keçmişdim başqa bir antibiotikə, amma eyni telefonun yaddaşı bitdi. Yağmur burada uzanıb, keçmişəm planşetə. Planşetdə axşam vaxtı işıqda bilmirəm nə tər çəkir. Nə vardı? Baca heç düşmür. Belə qalıb. Hər nəysə. Zeynəbin bir dənə öskürəyi kəsilsə, ifsyo. Səhərə qədər Yağmur bir 10-15 dənə dayan. 10-15 dənə mayka dəyişib və maykanın tərətmişəm də qəşəngcənə. Maykasını zaten dəyişmişəm. Səhər biraz ondan sonra özünə gəlib, özünüz bilirsiniz ki, gecə saat neçə idi. Mən video çəkdim və hələ ondan sonra səhərə qədər saat 5 idi. Mənim gözümə yuxu gəldi. Yağmur da tərəməsi dayanmışdı. Ondan sonra yatdım.
və Yağmur bilmirəm orada nə edir. Sağa sola əlini eləyir. Özünə şey tutub, bəm tutub. Hə. O çox öz güzel sənə səsin böyle necə deyim? Belə çıxarar. Kimsə sinifdə çox pis öskürdü. Çox Apardıqca aparır. Çox cilli dedi ki, kimsə iflas edib marajla yüzəyiz belə olur. Söz vermişəm ki, sağalsınlar. Marojna alacağım bunları. Bəs Nə deyirsən marojna haqqında? nə deyirlər? Marajna yoxdur. Yağmur elə gözləyir ki, marojna deyim, bircə sağalsın. Başka şey için sağalmasadılar ya prosta maruz da yiyebilirim diye sağalım istəyirəm. Yəni məndən Dayan da, bir dəqiqə. Məndən olsa məktəbə getmək də dərddir, prosta maruz da yeyəcəm deyə. Hə, bu arada da məktəbə 2 günlük ərizə yazmışam, bu günə yazdım bizə sabah üçün. Sabah da nə üçün? Bəzi belə bu olmağımdan. Sabah da nə üçün? Sabah KSG-si var deyə ona görə birbaşa yazdım. Dedim, yəni növbət dəfə dərsə gedəndə KSG versinlər, Yağmura yazsınlar deyə. Biz də belədir qalıb. Bilmirəm sizə necəsə, hər nəysə qızlar, gecəniz xeyrə qalsın. Abunə olub, like atıb, yorum yazmağı nə edirsiniz? Unutub. Unutun deyir bu həmişə. Unutmayın. Yağmur nə edirsiniz? Unudursunuz. Unutursunuz ya, unutmursunuz. Unutmursunuz. Bəli, hələlik.